Teşekkür ederim. Əziz həmvətənlər, çox hörmətli ziyalılar, dəyərli həmkarlar və hörmətli Ceyhun müəllim. İlk öncə Amiyə təşəkkür edirəm və Ceyhun müəllim xüsusi təşəkkür edirəm ki, gözlədiniz mənim çıxışımı. Bugünkü mövzu olduqca aktualdır, həssasdır və prinsipialdır. Valideyn, övlad münasibətləri və məktəbə qədər şagirdlərin uşaqların yetişdirilməsi, onların psixologiyası. İlk növbədə nədən başlamaq lazımdır? Ailə kiçik dövlətdir, dövlət böyük ailədir. Ceyhun müəllim tezislər şəklində bir neçə məqama toxundu və təbii ki, insan nə qədər istedadlı, savadlı, natiqlik qabiliyyəti yüksək olur olsun, ilk növbədə bəli, mən Ceyhun müəllimin sözünü tamamilə dəstəkləyirəm ki, insan şəxsiyyət olmalıdır. Bugün bəşəriyyətin elminə, mənəviyyatına səzdə etdiyi, hörmət etdiyi sevgili Peyğəmbərimiz Məhəmməd sallallahu aleyhi və sallam heç bir universiteti qutarmıyor. Amma mənəviyyat baxımından, əxlaq baxımından bütün bəşəriyyət üçün nümunədir və biz namaz əhli olanlar, ibadət əhli olanlar, inanclı insanlar gündə 5 rükət namaz qırarkən məhz həmin şəxsin adını çəkirik. Ona görə ki, o bizə 23 il ərzində Allah Cəllə Cəlaluhunu, müqəddəs Quranımızı, vətən sevməyi və şəxsiyyət kimi formalaşmamızı öyrədir. Və bugün çox təəssüf ki, məktəblərdə ilahiyyat fənninə keçirilmir. Mənə görə sevgi ilk növbədə Allahdan başlayır. Əgər insan öz yaradılış meyarını, nədən yarandığını, fəlsəfəsini doğulmuşsa və mütləq öləcəkdir, doğumla ölüm arasındakı məsafəni düzgün anlamırsa, ona hansı təhsilə verirsən verir. İstəyirsiniz Harvard Universitetini qutarsın, Sorbonne, Cambridge, fərqi yoxdur. O ən yaxşı halda zombi olacaq. Ona görə ki, onun Allah sevgisi, müqəddəs Quran sevgisi, vətən sevgisi və vicdan sevgisi yoxdur. O öz valideynlərinə də holding kimi, şirkət kimi baxacaq. Valideynləri onun sosial təminatını yerinə yetirən, bu funksiyaları icra edən bir obyektdir. Çünki dərrakə yoxdur. Ata, ana ona görə lazımdır ki, onun istək və arzularını real həyata keçirdə bilsin. Əgər o valideyndə də bu potensial, bu mənəvi və maddi imkanlar varsa. Ceyhun müəllim də çıxışında ailələrdə bugün sorun çoxdur. Çox təəssüf ki, məsələn, 2024-cü ilin statistikasına bir hüquqşünas kimi nəzər salsaq, mən ixtisasla hüquqşünasam, beynəlxalq terrorizm, transmilli cinayətkarlıqdan məşğul olan ixtisasım budur. Nəzər salsaq, boşanma 24.500, ailə qurulub 18.200. Boşanma 6.000 və biraz da ondan üst daha çoxdur. Bugün Azərbaycan ailələrinin ən uzun müddətli ömrü 24 ay çəkir. Bu uzun müddətli ailə sayılır. Və uşaq anadan olur, fərqi yoxdur, atanın səhvindən və yaxud ananın səhvindən. Uşaq da teleqramma vurmayın ki, mənə dünyaya gətirin və təbii ki, bəziləri heyvani, şəhvani istərdən dünyaya gəlir, bəzi ailələr sevgi üzərində qurulur. Çox təəssüf ki, bugün bizim yeni qurulan ailələrimizdə sevgi sıfıra yaxın səviyyədədir. Biz düşünməyək ki, biz ailə qurduq, övlad dünyaya gətirdik. Bütün canlılar belə deyil, məhsul verməyə qadirdir. İnəkdə övlad bala verir, qoyun da bala verir. Yəni, övlad dünyaya gətirmək, bu bizim hələ yaxşı valideyn olmaq və yaxşı ailə başçısı olmamız deyil. Və yaxud da o uşağın dünyaya gəlməsi bizə sevinç verir. Amma nəticə etibarilə biz onunla düzgün psixoloji, mənəvi rəftar eləməyəndə o övlad bala yox, bəla olur. Çalarmında olur, keçir Azərbaycan xalqının boğazına. Mənim də 2 oğlum var, hər ikisi hüquqşünasdır. Biri hal-hazırda İstanbul Dövlət Universitetinin 2-ci kurs tələbəsində 18 yaş var. Mən mehman aparıb İstanbula təhvil verəndə dedim, oğlum, bugün adın mehman deyil. Sənin adın Azərbaycandır. Burada Azərbaycanı təmsil edirsən. Çalış bu dövləti, bu 3 rəngli bayrağı elə ləyaqətlə təmsil elə ki, Azərbaycan vətəndaşı haqqında, Azərbaycan torpağı haqqında, Azərbaycan dövləti haqqında sənin simanda yaxşı düşünsünlər. Və bunu tərqin və təbliğ eləmək lazımdır. Və bugün ailələrdə bu travmaların səbəblərindən çoxsunu bəli, bugün gətirib bağlayırlar sosial problemlərə ki,
maddi durumlar ağırdır, evləri yoxdur, yeni ailə qurublar, bəzilərinin əmək haqqısı aşağıdır. Bu deyilən problemlərin hamısı doğrudur. Sovet dövründə SSR-yə 30 il rəhbərlik eləmiş Stalinin valideynlər olmayıb, getdom uşağı olub. Mirzəfər Bağırov Azərbaycana rəhbərlik eləyib, valideynlər olmayıb, getdom uşağı olub. Azərbaycan SSR KGB-sinin sədri olub, 2 dəfə Azərbaycana təxminən 53-cü ilə qədər rəhbərlik eləyib, 30 ilə yaxın bir müddətdə. Amma uşağın valideyni kimidir? Dövlət. İndi SSR-dən bir çox şey dayanır ki, müstəmləkə idi, despotizm idi, diktatura idi və s. və ilə demokratiya yox idi, fikir pluralizmi yox idi. Amma müəllim, əstağfurullah, Allah səviyyəsindədir. Müəllim, Peyğəmbər səviyyəsindədir. Biz düşünürdük ki, müəllim çörək yemir, müəllim yatmır, müəllim su içmir. Niyə? Ona görə ki, biz müəllimləri mələkləşdirmişdik. Müəllim o səviyyədə əlçatmaz bir zirvə idi. Bu Sovet tərbiyəsini, mən də Sovet psixologiyasını və Sovet tərbiyəsini görmüş və Sovet təhsili almış, orada məktəbdə qızıl medalla qutarmış insana. Və ali məktəblərin heç birində də 4 fənnini almamışım. Amma bugünkü müəllimlərin əksəriyyəti bu tərbiyədən çox geridədir. Bugün elə müəllimlərimiz var ki, mən qətiyyən müəllimləri aşılamaq istəmirəm, çünki mənim 2 bacım da müəllimədir, hal-hazırda biri universitetdə dəstək, biri orta məktəbdə elmlər namizədidir. Amma bugün müəllimin eləsi var ki, o sinifə girib, o şagirdə, o tələbiyə dərs vermək iqtidarında deyil. Onun həm mənəvi problemlərində, həm təhsil problemlərində, həm psixoloji